Tanrı yaratmağı sevməz. Bu Einstein'ın məşhur deyimlərindən biridir. O bu dünyada hər şeyin səbəb-nəticə ilə bir-biri ilə əlaqəli olduğunu deyirdi. Bu düzdür. Seçim və güc bizim hər birimizin içində var. Sadəcə düzgün, doğru planlamanı yaratmaq lazımdır. Bəzi insanlar düşünür ki, hər şeyin başlanğıcı motivasiyadır. Amma bu elə deyil. Hər şeyin başlanğıcı düzgün, doğru planlamadır. Mən özüm 4 aydan çoxdur 25'te 5 texnikasından istifadə edirəm və bu texnika sayəsində mən özüm müəyyən planladığım işləri görmüşəm. Bu necə olur? Bir dəftər götürürsüz, 25 dənə arzunuzu qeyd edirsiniz dəftərə. Bir zaman aralığı verirsiniz. Bu 1 ildə ola bilər, 3 ayda ola bilər və s. Siz 5 dənə ən vacibli arzunuzu ayırırsınız və düzgün planlama ilə hər gün mütəmadi olaraq öz qeyd elədiyiniz bəndlərə uyğun hərəkət edirsiniz. Və inanın, bədən sizi buna görə mükafatlandırmağa başlayır. Çünki dopamin ifraz eləyir. Bu da sizdə motivasiya yaradır. Belə deyim, həyata hər birimiz sadəcə bir dəfə gəlmişik. Bu möcüzədir. Biz bu möcüzəni yaşayırıq hal-hazırda. Bir də bu dünyaya gəlmək kimi bir şansımız yoxdur. Ona görə istədiyimiz insana çevrilməliyik. Enerjimizi toplamalıyıq və addımlamalıyıq. Hər birinizə uğurlar arzulayıram.